Salam, hər vaxtınız xeyir. Bilirsiniz ki, artıq ARTI tərəfindən 4-cü və 6-cı siniflər üçün monitorinq qiymətləndirmə çərçivə sənədi müəyyən olundu və artıq bu paylaşılıb. Bugün isə sizə onun izahını bölüşəcəm ki, yəni bizi nə tip suallar gözləyir, nəyə hazır olmalıyıq. Birinci olaraq riyaziyyatdan başlamaq istəyirəm. Düzdür, çərçivə sənədində əlbəttə ki, monitorinqin məqsədləri, çərçivə sənədi, bizə nə lazımdır riyaziyyat üzrə? Riyazi savadlılıq, savadlılığın əhəmiyyəti, məzmun sahəsinin təşkili, kontekst, yəni məzmun nədən ibarətdir? Bunlar lazımdır. Və əsas lazım olanımız isə və sizlə, yəni biz bu videoda baxacağıq riyaziyyat tapşırıq nümunələrinə. Bizim 8 tapşırıq nümunəmiz verilib ki, yəni bu tipli tapşırıqların düşməsi, buna bənzər tapşırıqların düşməsi ehtimal olunandır. Əsasən, yəni bu mövzular üzərində dayanmalıyıq. Baxaq elə, səhifə deməli 19-dan başlayır tapşırıq nümunəmiz. Mən də açıram səhifə 19-u. Səhifə 19-dan gəlin başlayaq izaha. Birinci sualımız dolma məsələsi ilə bağlıdır. Gəlin görək məsələmizdə nədir? Ümumiyyətlə, gəlin bildirək birinci. Sinif 4-cü və 6-cı sinif üzrədir. Yəni, hər ikisi də eyni sinifdə əks olunmuşdur. Tapşırıq nümunəmiz belədir. Birinci dolmaya aid belə bir sual verilib ki, riyazi savadlılıqla bağlı 2 qab dolma var. Hər qabda 4 dolma var. Yəni, burada da 4 dənə dolma var. Burada da 4 dənə dolma var. Və bütün dolmaların ümumi qiyməti 16 manatdır. Baxın, bunu bizdən istəyir ki, sualda bir ədəd dolmanın qiyməti neçə manatdır? Bu 4-cü sinifə aid tapşırıqdır. Ədədlər və əməllər mövzusunu əhatə edir. Tətbiq etmədir nəyə görə? Çünki görək biz öyrəndiyimizi tətbiq edə bilmişik, yoxsa yox. Baxaq, gəlin, izahın bizdən özləri bölüşüblər. Biz ilk olaraq nəyi müəyyən etməliyik? Dolmaların ümumi sayını. Bir qabda 4 dənədirsə, 2-ni 4-ə vururuq ki, 2 qabda cəmi 8 dolma var. Və ümumi qiyməti dolmaların sayına bölməliyik. Niyə? Biz birinin dəyərini tapmaq üçün, birinin qiymətini tapmaq üçün ümumi dəyəri bölməliyik. Necə ki, məsələn, gedirəm 2 manatdan, özümə 4 dənə qələm alıramsa, 2-ni 4-ə vurub ümumi dəyəri 8 tapırdıq. Eyni şəkildə birinin qiymətini tapmaq üçün də ümumi dəyəri bölmək lazımdır. Yəni, 16 manatı mən bu 8 dənəsinə xərcləmişəm də. Ona görə 16-nı 8-ə bölüb tapırıq ki, biri 2 manat olmuş olacaq. Yəni, bu birinci tip sualımızdır. Asan səviyyədə olan bir sualdır. Ən çox deyərdik tip olaraq verilib suallar cədvəl, diaqram üzrə. Sualımız belədir. Əli Yaponiyanın şəhərlərindəki əhali sıxlığını araşdırmaq üçün layihə üzərində işləyir. O şəhərlərin əhali sayı və ərazilərin sahəsi ilə bağlı cədvəldəki məlumatları əldə etmişdir. Şəhərlər verilib. Tokyo, Yokohama, Kyoto, Osaka, Nagoya əhali sayılarda verilib və ərazilərin də verilib. Ərazisi ən böyük olan şəhər. Baxın, biz onsuz da bunu görürük 6-cı sinifə aid bir tapşırıqdır. Çünki rəqəmlərin sayı düzdür, 4-lər də eləyə bilər. Sual o qədər çətin sual deyil, asan sualdır. Gördüyünüz kimi çətinlik səviyyəsi də asandır deyə 4-lər də eləyə bilər. Biz deməli nəyə baxacaq? Həllinə baxacaq. Baxın, izahın onsuz burada verib. Şagird ilk növbədə sualın hansı məlumat dəstinə aid olduğunu müəyyən etməlidir. Sonra da əhali sayına deyil, ərazisinə baxmalıdır. Baxın, bizdən nəyi istəyirdi? Ərazi. Ərazini seçirəm. 620, bu rəqəmlərdən hansı ən böyükdür? 827. Deməli, Kyoto daha böyükdür. Yəni, doğru cavab Kyotodur. Ən böyük olanımız odur. Gördüyünüz kimi suallar həqiqətən də rahat suallardır. Yəni, qorxmağa dəyməz. Tokionun əhalisi Yokohamanın əhalisindən nə qədər çoxdur? Bizə də burada lazımdır nə? Əhalilərin sayı. Bu asan orta sayılır. Niyə? Çünki şagird burada hesab səhv edə bilər. Biz burada aradakı fərqi tapmalıyıq. Gəlin baxaq. Tokionun əhalisi ilə Yokohamanın əhalisinə baxaq. Baxın, burada verilib.
Bu dəfə ərazini yox, əhalini seçirik. Tokionun əhalisi. Yazdıq. Yokohama'nın əhalisi. İndi gəlin aradakı fərqini tapaq. 0, 0, 0. 7-dən 9 çıxmaq olmadığı üçün 17-dən 9 çıxırıq. 8. 12-dən 8 çıxırıq. 4. 2-dən 1 çıxırıq. 1. 8-dən 3 çıxırıq. 5. Yəni 5 milyon 148 min doğru cavabımızdır. Yəni cavab A bəndidir. Əslində hesab səhvi olmasa sual bir o qədər də asan sualdır. Baxın, həllini də burada veriblər. Sual 3. Orta hesabla Tokyoda 1 kvadrat kilometr ərazidə təxminən neçə nəfər yaşayır? Bu da 6-cı sinifə aiddir. Və əlbəttə ki, tətbiq etmədir və çətinlik səviyyəsi çətindir. Həlli tələb olmayan açıq sualdır. Yəni bunu açıq sual şəklində verəcəklər. Sizdən həllini istəməyəcək. Sadəcə cavabını yazmalısınız. Gəlin baxaq. İzahımız belədir. Birinci biz bölmə əməlini yerinə yetirə bilirikmi çox rəqəmli ədədlər üzərində? Bunu bilməliyik. Yəni bunu möhkəmləndirməliyik özümüzdə. Tokyo şəhərinin əhalisi 8 milyon 337 mindir. Ərazisi də 627-dir. Bizə də nə deyirdi? 1 kvadrat kilometrə yəni nə qədər insan düşür? Yəni əhalini bölmək lazımdır demək. Ərazinin sayına da birinci bölmə işimiz budur. 8 milyon 337 mini də böləndə 627-yə cavab edir 13297. 13297 də hansı iki yuvarlaq ədədin arasındadır? 13 min ilə 14 min arasında olan istənilən yəni cavablar yuvarlaqlaşdırılması istənildiyi üçün də əlbəttə ki, doğru cavab hesab olunur. Sual 2 isə sizdən əsaslandırma tələb edir. Əli deyir ki, Osaka Nagaya'dan daha sıx məskunlaşıb. Əli haqlıdırmı? Burada ya bəlini seçəcəksiniz. Niyə bəlini seçdiyinizi yazacaqsınız. Ya da xeyri seçəcəksiniz. Niyə xeyri seçdiyinizi yazacaqsınız. Cavabımız bəlidir. Hansı cavabları yaza bilərik? Yaza bilərik ki, Osaka'nın əhalisi Nagaya'ya yaxındır, lakin ərazisi xeyli kiçikdir. Əhali sayı oxşardır, lakin Osaka'nın sahəsi daha azdır. Bəli, çünki 2 milyon 592 min təxminən 2 milyon 300 minə yaxındır. Amma 225, 326 kilometrdən xeyli azdır. Yəni, bu da bizim izahlarımızdır. Üçüncü tapşırıq nümunəmiz alma kisələri ilə bağlıdır. 4-cü sinifə əsaslanan bir sualdır. Asan tipdir. Qanuna uyğunluq mövzusuna aiddir. Keçən də qanuna uyğunluqdan sualı var idi. Eyni zamanda bizim monitoring vəsaitimizdə də qanuna uyğunluğa aid bir çox suallar öz əksini tapmışdı. Ümumiyyətlə, əvvəl gördüyünüz bütün tiplərə demək olar aid suallar bizim FES-ə aid olan monitoring vəsaitində öz əksini tapmışdı. Baxın, birinci 64 kisədir. Sonra 32 olub, 2-yə bölüblər. 32-ni 2-yə bölüblər 16, 16-yı 2-yə bölüblər 8. Sonra nə gəlməlidir? Yalnız bir ədəd alma olan kisə deyir. Nə vaxt olacaq? 8-i 2-yə bölürəm 4, 4-ü 2-yə bölürəm 2, 2-ni 2-yə bölürəm 1. 1 alındı. Deməli, bu kisə 5-dədir, bu 6-dadır, bu 7-dədir. Yəni, cavabımız olacaq C bəndi 7-ci kisə. Bu orta çətindir. Niyə? Çox vaxt uşaqlar gedir 4-ü 2-yə bölür, 2 götürürlər. 5-ci kisə. Amma bizə deyir ki, nə vaxt 1 alınmış olacaq. Zeynəbin naxışlarla bağlı sualdır. Bilirsiniz ki, 4-cü sinifdə də elə həndəsi naxışlarla bağlı sualı öz əksini tapmışdı. Birincidə biz qara fiquru bir dənə görürük. Düzdürmü? Burada bir dənə qara fiqur var. 1, 2, 3 dənə oldu. 3, 6 dənə oldu. Deməli, 3 niyə oldu? 2-yə vurma ilə gedir də burada və yaxud da 3, 3 artma ilə gedir. Amma 3, 3 artma ilə gedə bilməz. Çünki birin üstünə 2 gələndə 3 eləyir. Onda biz deyirik 3-ə vurma, amma burada 2-yə vurmalıdır. Yaxşı. Bizə deyir ki, 4-cü fiquru düzəltmək üçün neçə ədəd qara piltəyə ehtiyac duyacaq. Yəni, bu tapşırığı həm 4-də verə bilərlərsə, həm də 6-cı sinifdə verə bilərlər. Əlbəttə ki, əlaqələndirmə şəklində veriləcək. İzahımız nedədir? Biz 1-i gördük, ikincidə 3 dənə idi, üçüncüdə 6 idi, sonra 10 olacaq. Niyə 10 olacaq?
Çünki nəyə görə 10 olacaq? Biz baxırıq ki, ədədlərin hamısı artımı belə deyək də olduğu kimi gedir. 3 rəqəmli kimi biz buna 3 ədəd kimi baxırıq da 1-dən 3-ə getdi, 3-dən 6-ya getdi, 6-dan 10-a getdi. Bunlar üçbucaq ədədlər adlanırlar. Niyə? Çünki 1 ilə 3-ü toplayanda 4, 4 ilə 6-nı toplayanda 10. Yəni biz özündən əvvəlki 3 ədəddən istifadə edirik, 4-cü ədədi müəyyən edirik. Ona görə də bu nisbətən çətin sayılır. Daha sonra kvadrat plitələr. Görürsünüz ki, plitələrlə bağlı, yəni qanun uyğunluqlarla, naxışlarla bağlı suallara daha çox yer verilir. Çünki dərsliyinizdə də bu mövzu var. Əminənin vanna otağının divarı ağ, qara və boz rəngli plitələrlə örtülüb və bizə deyir ki, kvadrat formalı plitənin bir tərəfinin uzunluğu 60 cm-dir. Üçbucaq formalı plitələr isə kvadrat plitələrin 2 bərabər hissəyə bölünməsi yolu ilə əldə edilmişdir. Divarın ölçülərini müəyyənləşdirin. Həm 4-ə, həm də 6-ya aid belə deyək tapşırıqdır. Tapşırığın həlli üçün şagirdlər nəyi bilməlidir? Divarın üfüqi və şaquli istiqamətlərində neçə piltə olduğunu, kənarının yerləşdiyi müəyyən etməlidir. Hər bir kvadrat plitənin tərəfi 60-dır. Divarın ölçülərində 60 cm müvafiq qatlar kimi ifadə edilməlidir. Deməli 60 cm-lik ölçüləri toplamaq və ya vurmaq yolu ilə də nəticəyə gələ bilərik. Gəlin baxaq suala. Düzgün cavabımız C bəndidir. Divarın ölçülərini istəyir bizdən. Biz 60 nəyi bildik? Biz 60 bildik ki, 4 dənə baxın, tərəf buradadır. 4-ü vururam 60-a. 240. 1, 2, 3, 4, 5, 6 dənə də buradadır. 6 da 60-a vurduq, 360. Deməli 240 vurulsun 360 formasındadır. Yəni əslində o qədər də çətin deyilik. 6-cı tapşırıq nümunəmiz sinif hobbisi ilə bağlı. Görürsünüz, bu da diaqramla bağlıdır. Şagirdlərin sayı verilib. Şahmat, judo, tennis, gimnastika. Digərində isə 2-ci sinifdə də yenə verilibdir sayları. 2-ci sinifdə ən populyar hobbi, yəni ən çox, baxın 2-ci sinifdə ən çox 7-yə gəlib çıxan tennisdir. Deməli, doğru cavabımız olacaq tennis, C bəndi. 4-cü sinifə aid asan bir sual idi. 1-ci sinifdə neçə şagird var? İndi isə biz bunu hesablamalıyıq. Şahmatda 2-dir, üstə gəlinsin 7, üstə gəlinsin 3, üstə gəlinsin 8. 10, 8 üstə gəlir 2, o da eləyir 20. Deməli, doğru cavabımız olacaq 20 şagird. Orta çətin yazıblar, amma həqiqətən də asan sualdır. Hər iki sinif üzrə ümumilikdə ən populyar olan hansıdır? Gəlin baxaq. Uşaqlar, burada gedib sadəcə sayları toplamaq lazımdır. Yəni ayrı-ayrılıqda baxmayasınız. Şahmat 2-dir, 5-dir. Şahmat oldu 7. Judo 7-dir, 5-dir. Oldu 12. Tennis 3-dür, 7-dir. Oldu 10. Gimnastika 8-dir, 3-dür, oldu 11. Ən populyarı deməli judoymuş. Yəni belə olan suallarda da toplayıb baxmaq lazımdır. Cavab B bəndi. Və ən son olaraq, daha doğrusu 7-ci nümunəmizdə atletika ilə bağlıdır. Komandalardır. 1-ci yer 3 xal qazanır, 2-ci yer 2 xal, 3-cü yer isə 1 xal qazanır. Mavi komanda deyir ümumilikdə neçə yer qazanmışdır. 3 üstə gəl, 2 üstə gəl, 4 cəmin istəyir də, ümumilikdə istəyir. Deməli 9 yer qazanmışdır. Həm 4-ə, həm də 6-ya aid sualdır. Mavi komandaya ümumilikdə neçə xal verilmişdi? 17 xal. Niyə? Çünki birinci yer 3 xal qazanırsa 3-ü 3-ə vurduq 9. İkinci yer 2 xal qazanırsa 2-ni 2-yə vurduq 4. 4-ü də 1-ə vurduq 4. Bu da eləyir 17. Qırmızı komanda ümumilikdə 18 yer qazanmış və 42 xal toplamışdı. Bu yerlərdən 6-sı ikinci yer olmuşdu. Qırmızı komanda neçə birinci yer qazanmışdır?
Bu 6-cı sinifa aid çətin tapşırıqdır. Biz bilirik ki, birinci ümumi yerin sayı 18-dir, xal isə 42-dir. İkinci yer 6-dır və ikinci yerə çıxanlar hər biri 2 xal qazanır daxı. Ona görə 6-nı vururuq 2-yə ki, 12 xal qazanıblar. 42-dən 12-ni çıxırıq ki, deməli mənim yerdə 30 xalım qalıb. 18-dən də 6-nı çıxırıq ki, deməli mənim yerdə 12 yerim qalıb. Üçüncü yerin sayını da nə ifadə eləyəcək? Birinci yer x-dırsa, üçüncü yerimiz də olacaq 12 çıxılsın x-a. Və alınır 3x, üstə gəlinsin 12 çıx x bərabər olur 30-a. Və tənliyimizi həll edib x-i tapırıq 9. Son sual nümunəmiz isə fırlanan rəngli çarxla bağlıdır. Deyir, Asya çarxı fırladır və ox yaşıl rəngin üzərində dayandı. İkinci fırlatma ilə bağlı 3 təklif irəli sürür. Hər bir təklifin doğru və ya yanlış olduğunu müəyyənləşdirin. Seçiminizi doğru və ya yanlış variantlardan birini seçməklə əsaslandırın. Gəlin baxaq. Oxun yenidən yaşıl rəngin üzərində dayanması deyir mümkün deyil. Baxın, burada oxu deyir təzədən yaşıl rəngin üzərində dayanması mümkün deyil. Niyə mümkün deyil? Niyə mümkün deyil? Mümkündürmü? Birinci bunu gəlin analiz eləyək. Oxun yaşıl rəngin üzərində dayanması deyir mümkün deyil. Axı mümkündür. Çünki biz onu fırlayanda o yenidən gəlib yaşıl rəngin üzərində dayana bilər də. Elə bir qadağamız yoxdur ki, ola bilər də təzədən yaşıla düşsün. Oxun qırmızı rəngin üzərində dayanması ən çox ehtimal olunan halda bu doğrudur. Niyə? Çünki qırmızı daha böyükdür axı, daha çox yer tutur ona görə. Oxun sarı rəngin üzərində dayanması yaşıl rəngdən daha çox ehtimalca azdır. Bu da yanlış fikirdir. Çünki baxın, yaşıl rəng, sarı rəng. Sarı rəngin üzərində dayanması yaşıl rəngdən daha çox deyil. Daha azdır. Çünki yaşıl sarıdan böyükdür. Beləliklə 8 sualın izahını da sizinlə bölüşdük. Ümid edirik izah sizlərə yararlı oldu. İmtahanda hər birinizə uğurlar arzu edirik.